Kürdəmirdə aprel şəhidi Azərbaycan bayrağı ordenli baş leytenant Əbubəkir İsmayılovun Səmanın əbədi sakinləri adlı anım tədbiri keçirilib. Tədbir Kürdəmir şəhəri 3 saylı tam orta məktəbin dil ədəbiyyat müəllimi Günəş Xudiyevanın təşəbbüsü və təşkilatçılığı ilə reallaşıb. Tədbirdə Kürdəmir təhsil sektorunun müdiri Rəfail Məmmədov, şəhidin anası Rayana İsmayılova, təhsil idarə müəssisə təşkilat nümayəndələri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbirdə əvvəlcə dövlət himni səsləndi, sonra torpaqlarımızın bütövlüyü uğrunda canını fəda edən vətən oğullarımızın ruhu bir dəqiqəlik sükutla yad edildi. Çıxış edənlər aprel şəhidi baş leytenant Əbubəkir İsmayılovun keçdiyi şərəfli döyüş yolundan söhbət açıb, onun göstərdiyi qəhrəmanlığı dilə gətirdilər. Şəhid anası Rayana İsmayılova tədbirin təşkilinə görə Günəş Xudiyevaya və tədbir iştirakçılarına öz minnətdarlığını bildirdi. Bundan başqa tədbirdə şəhər 3 saylı tam orta məktəbin şagirdlərinin ifasında müxtəlif kompozisiyalar ifa olundu, şeirlər səsləndi. Həmçinin aprel şəhidlərinin qəhrəmanlığını özündə əks etdirən video çarx nümayiş olundu. Bu tədbirlə biz göstərmək istəyirik ki, biz onları unutmuruq, unutturmarıq. 10 il keçsə də, hələ neçə 10 illər keçəcək, amma onların atdığı bu yol, bu addım, bu şanlı tarix heç zaman unudulmayacaq. Zəfərimiz əbədidir, biz buna inanırıq. Nə qədər nəsillər dəyişsə də, illər keçsə də, bizim üçün o qəhrəmanlıq tarixi unudulmazdır. Və onlar öz addımları ilə bizə göstərdilər ki, əslində bizim əldə elədiyimiz zəfər həmin 10 il əvvəl Lələtəpə təpəliklərindən keçir, həmin o qəhrəmanlıqdan keçir. Onlar zəfərin təməlini qoymuşlar. 2016-da qoyulan zəfər təməli 2020-ci ildə bizə zəfəri yaşatdı. 2023-cü ildə isə tam suverenliyimiz bərpa olundu. Ona görə də biz təbii ki, bu qələbəni qeyd etməliyik, xüsusi qürur duyuruq. 10 illik bir qürurla tədbirimizi keçiririk. Qeyd edək ki, aprel şəhidi baş leytenant Əbubəkir İsmayılov 1990-cı ilin 10 fevral günündə Kürdəmir şəhərində anadan olub. Ailədə 2 övladdan biri olan Əbubəkir ilk övlad olduğu üçün hamının sevimlisi olub. 1996-cı ildə 1-ci sinifə gedən Əbubəkir elə uşaq vaxtlarından hərbiyə marağı ilə seçilir. Uşaqlıqdan yaranan bu maraq Əbubəkiri ilk addımlar atmağa vadar etdi. 2005-ci ildə Cəmşid Naxçıvansk adına hərbi liseyə daxil olan gənc Əbubəkir bununla da uşaqlıq arzusunun ilk pilləsinə çatır. 2008-ci ildə həmin liseyi bitirir. Daha sonra o, Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbinə daxil olur. Ali Hərbi Təyyarəçilik Məktəbini bitirdikdən sonra hərbi hissələrin birində xidmətə başlayır. Baş leytenant Əbubəkir İsmayılov da digər şəhidlərimiz kimi apreldə adlarını qızıl hərflərlə tarixə yazdıran igidlərdən oldu. Qəhrəman pilotumuz Mayor Təbriz Musazadə və Urfan Vəlizadə ilə bircə idarə etdiyi Mi-24 helikopteri ilə 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışmaya qatıldı. Füzuli rayonu istiqamətində gedən döyüşlər zamanı Mi-24 helikopteri ermənilər tərəfindən vuruldu və helikopterdə olan heyət üzvləri qəhrəmancasına şəhid oldu. Onların nəşi aprelin 10-u neytral ərazidən götürüldü. Bununla da Əbubəkir adı tarixi yaddaşında böyük hərflərlə yazılanlardan oldu. Əbubəkir İsmayılov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan bayrağı ordeni ilə təltif edilib. Elvin Qudrətov, Aqil Əsədov, Musa Qəmbərov bugün informasiya proqramı üçün.